Baxırıq bu gün keçirilən birinci qrupların blok imtahanı düşən suallardan birinə. Bəli, bu sual blok imtahanına düşmüş bir sualdır. B aya daxildir. Yəni B-nin bütün elementləri A-nın içərisində vardır. B-nin öz elementləri 2 və 5-dir. Hansı ki A-nın içərisindən götürülmüş elementləridir. A-nın adı olub, B-də olmayan isə 1, 3, 4-dür. A-nın hal-hazırda 1, 3, 4 deyə 3 dənə elementi var. Zaten bu 2 element də A-nın içərisindən olduğu üçün bu 2 elementi bura əlavə edirik. Cavab B variantı. Baxırıq bu gün keçirilən birinci qrupların blok imtahanı düşən suallardan birinə. Bəli, bu sual blok imtahanına düşmüş bir sualdır. B aya daxildir. Yəni B-nin bütün elementləri A-nın içərisində vardır. B-nin öz elementləri 2 və 5-dir. Hansı ki A-nın içərisindən götürülmüş elementləridir. A-nın adı olub, B-də olmayan isə 1, 3, 4-dür. A-nın hal-hazırda 1, 3, 4 deyə 3 dənə elementi var. Zaten bu 2 element də A-nın içərisindən olduğu üçün bu 2 elementi bura əlavə edirik. Cavab B variantı.